Salam, xoş gördük sizləri. Bugün böyük ölçülü alma içlikli ruletlər hazırlayacağım. Almaları bişirməyə gərək yoxdur, asandır. Xəmiri çox gözəl olur və dadlı olur. Keçirəm hazırlanma qaydasına. 14-15 ədəd istədiyiniz alma götürə bilərsiniz, orta ölçülü və rəndənin iri gözündən bu şəkildə keçidirib mütləq almanın qabığını soymaq lazımdır. Hamısını rəndənin bu iri gözündən keçirirəm. Daha sonra almaları sıxıb tamamilə suyunu çıxarıram. Asan bir şəkildə suyu çıxır. Bu şəkildə suyunu çıxarıb ayırıram. Və daha sonra üzərinə 5 xörək qaşığı, dolu xörək qaşığı nişasta əlavə edirəm və yaxşı-yaxşı qarışdırıram. Əgər istəsəniz vanilin də əlavə edə bilərsiniz. Mən əlavə etmədim. Bu şəkildə tam qarışdırıram və qoyuram bir kənara. İndi keçirəm xəmirini hazırlanmasına. Xəmiri 1 kiloqram yarım un götürmüşəm. Unu mütləq eləmək lazımdır və bura 320 qram yumşaq halda kərə yağı əlavə edirəm və unu hamısını yağla bir yerdə umaç halına gətirirəm. Bu şəkildə unun hər tərəfi umaç şəklində olmalıdır. Un umaç halına gəldikdən sonra orta hissəsində yer ayırıram və ərzaqları əlavə edirəm. Bura 4 yumurta, daha sonra 200 qram şəkər, 2 paket vanilin və 300 qram da smetan əlavə edirəm. Smetanın faizindən asılı olmayaraq mən 15% əlavə etdim. Tam yaxşı qarışdırıram ərzaqları. Daha sonra unlu umacı yavaş-yavaş ərzaqlara əlavə edirəm və xəmir yoğururam. Əgər xəmiriniz ola bilər ki, bərk alınsın, onda birazca süddən istifadə edə bilərsiniz. Tam yoğurdum xəmiri, bu şəkildə alındı. Orta yumşaqlıqda bir xəmir alındı. Üzərinə salafan sərirəm və hardasa bir 20 dəqiqə gözlədirəm xəmiri. Daha sonra götürürəm, 4 hissəyə bölürəm. Məndə 4 rulet, böyük bir rulet alınacaqdır və kündə halına gətirirəm xəmiri. Bu şəkildə kündə halına gətirirəm. Sizə xəmirin içərisini göstərirəm. Çox gözəldir, görürsünüz necə havalıdır. Və hamısını kündə halına gətirdikdən sonra qoyuram bir kənara. Əvvəlcə bir kündədən başlayıram yaymağa. Bu şəkildə yayıram. Qalınlığını sizə göstərəcəm. Özünüz görəcəksiniz yaydıqca. Çalışıram xəmiri düzbucaq formasında yayım. Bu şəkildə. Çünki yumru şəkildə yayanda onda yaxşı alınmır. Çalışıram düzbucaq formasında yayım. Və hər tərəfini düzbucaq formasına etdikdən sonra başlayıram içərisinə almalı içliyi əlavə edirəm. Almanın rəngi belə bir qaralıbdır, heç bir qorxusu yoxdur. Biz bilirik ki, almanın rəngi tez dəyişir. Bu şəkildə yayıram və hər iki tərəfdən xəmir üzərini bu şəkildə bağlayıram. Xəmiri bir-birinə birləşdirirəm və birləşdirdiyim yeri soba qabına qoyduqda alt hissəyə edirəm ki, ağzı açılmasın və o biri üzərini yuxarı hissəyə qoyacam. Bu şəkildə ağzını belə bərk bağlayıram və xəmiri götürürəm. Çöndərirəm, görürsünüz, alt hissəyə qoydum və üzəri bu şəkildə oldu. Üzərini heç bir şey çəkmirəm və qoyuram soba qabına 180 dərəcədə bişirirəm. Burada artıq gördüyünüz kimi bişib, üzəri qızarana qədər, baxın, xəmir yaxşı bişənə qədər bişirin. Mütləq hövsələli olun ki, xəmir yaxşı bişsin. Çünki içərisində naçinka var və daha sonra üzərinə saxırını pudra tökürəm. Bu şəkildə uzunsov şəkildə hissələrə, dilimlərə bölürəm. Bu şəkildə. İçərisini sizlərə göstərəcəm. Amma gözləyin ki, tam soysun. Xəmiri gördüyünüz kimi yaxşı bişibdir. İçliyi də boldur. Çox dadlı olur. Mütləq hazırlayın. Hər kəsə tövsiyə edirəm. İzlədiyinizə görə təşəkkür edirəm.